Hər vaxtınız xeyir olsun gənclər. Bugün sizə internetdən pul qazana biləcəyiniz yeni bir sayt göstərəcəm. Bildiyimiz kimi müxtəlif qazanc üsulları mövcuddur. Məsələn, biz bunların arasında yatırımlı və yaxud yatırımsız olan saytları bilirik. Yatırımsız saytlarda belədir ki, reklam izləyib, oyun oynayıb və yaxud digər üsullarla pul qazanmaq olur. Amma bu qazanc azdır. Və digər bir üsul isə yatırımlı pul qazanmaqdır. Bugün göstərəcəyim sayt bu sistemin üstündə qurulubdur. Misal üçün, yatırımlı pul qazanmağa örnək olaraq insanların qurduğu işlərdə misal göstərmək olar. Kimsə hər hansısa bir iş üçün pul qoyur və pul götürür. Eyni ilə bu tip saytlar da var ki, hansı ki siz ora pul qoyursunuz və müəyyən saatların və yaxud bir günün qarşılığında oradan pul əldə edirsiniz. Videomuzun daxilində ətraflı məlumat verəcəm sizə. Saytı necə yatırım edib, necə pul qazanmaq olur. Və siz videonun sonunda artıq hər şeyi bilmiş olacaqsınız. Və mən özüm də buradan çıxarış eləyərəm qazandığım pulu ki, siz bunları canlı-canlı görəsiniz. Bank kartımıza da ödəmə almaq mümkündür. Saytımız budur. Vago.com belə bir adı var. Linkini verəcəm videonun altında. Həmin linkdən birbaşa sayta giriş edə bilərsiniz. Giriş olaraq, yəni hamıya qeydiyyatdan sonra 5 manat bonus verir. Elə buranın özündə də bütün məlumatlar var. Gündəlik isə 50 qəpik bizə pul verir və burada yatırımın miqdarları yazıbdır. Nə qədər yatırımı, nə qədər qazana bilərsiniz. 28% referans bonusu var. Bunların hər bir haqqında məlumat əldə edəcəyik onsuz da. Deməli, baxın, giriş olaraq ana səhifəsində bu tip məlumatları bizə verir. Burada qazanc üsullarından bəhs edəcəm sizə. Hamısı asan onsuzda sadə proseslərdir. Və mənim də burada hal-hazırda balansımda baxın 118 manat pul var. Bu qazancdır. Birazdan sizdən bir yerdə çıxarış eləyərəm. Siz ödəmə sübutunu görərsiniz. İndi mən gəlirəm sizə necə pul qazanmaq olar bunları göstərim. Daha sonra yatırım eləməyə baxaq. Ondan da sonra pulumu çıxardaram, baxarıq. Elə canlı-canlı ödəmə alaram. Deməli, burada pul qazanmağın üsullarına misal, tutaq ki, siz 40 manat yatırım eləsəz, gündəlik qazancınız olur 6 manat 72 qəpik. Yəni, belə başa düşmək olar ki, yatırım elədiyiniz məbləği hardasa 5-6 günə geri qazanırsınız. Artıq 5-6 gündən sonra nə qazansa sizin xeyrinizə çevrilir. Təbii ki, mən bunları çəkib paylaşıram. Bu yatırım məqsədli deyil. Yəni heç kimə yatırım tövsiyəsi vermirəm mən. Bizim Telegram qrupumuzda çox soruşurlar ki, hansı saytlar var, biz ora pul qoyaq, pul götürək. Bu tip saytları istifadə etmək insanlar faydalana bilər. İstəsəz, yəni heç referans linkimdən yox, öz linkinizi yaradın, belə kesin qeydiyyatdan. Yəni nə kömək lazımdırsa mənə yazarsınız, mən sizə köməklik eləyərəm. Onsuz da saytın öz müştəri dəstəyinə yazanda da köməklik eləyirlər. Deməli, baxın, bundan başqa qazanc üsulu belə göstərim. 100 manat pul qoyanda gündəlik 18 manat götürürsünüz. 300 manat pul qoyan zaman gündəlik 56 manat pul götürürsünüz. Yəni belə başa düşmək olar da bunu. Nə qədər çox yatırım eləsəz, o qədər çox qazanc verir sizə. 500 manat pul yatırım eləyəndə gündəlik artıq 100 manat verir. İndi təbii ki, burada belə qazanclar, yəni yatırımlar artır, 8.000, 10.000, 15.000. Hələ ki, başlanğıc olaraq 40 manat və yaxud 100 manatlıq paketi alıb yoxlaya bilərsiniz. Məncə, yəni bunlar normaldır. Kim istifadə etmək istəsə, onsuz da link var, girib hamı yoxlayar. Təbii ki, hər bir qərar da sizin özünüzündür. Deməli, bunları almaq üçün nə etmək lazımdır? Birinci, biz balansımızı artırmalıyıq. Balans artıran zaman, baxın, bura miqdar yaza bilərsiniz. 100, 40, 50 falan nə oldu yazırsınız. Məsələn, 40-ı seçdiniz, ödəniş deyirsiniz, minimum 40 manat onsuz da yatırım. Ödənişdən sonra sizi yönləndirir belə bir bölməyə. Bir dəqiqə açılsın, göstərim sizə. Burada Union Bank var. Seçdiniz bunu. İləri vurursunuz. Daha sonra sizə verilən karta, baxın, belə bir kart verir sizə. Sizə verilən bu karta pulu göndərirsiniz. Pulu göndərəndən də sonra çeki bura yükləyirsiniz. Çeki yüklədiniz. Burada öz adınızı yazırsınız. Yəni kim tərəfindən pul göndərilib? Məsələn, nə bilim, Fərid, Cavid, Ömər. Kimdirsə bura öz adınızı yazırsınız. Daha sonra qeydiyyatdan keç deyib təsdiq edirsiniz. Bundan sonra isə, yəni tutaq ki, sizin pulunuz getdi, çatdı. Nə etməlisiniz? Qayıdırıq geriyə. Təxminən 2 dəqiqəyə, 3 dəqiqəyə falan pullar gəlmiş olur hesabınıza. Artıq pul gələndən sonra siz buradakı paketləri alıb istifadə edə bilərsiniz. Yəni pulunuz çatanı burada aktiv edirsiniz və salam. Ondan sonra
Baxın burada sol altdakı bölmə gəlir var. Gəlirik bura. Gündə bir dəfə, yəni 24 saatdan bir biz burada pulumuzu ala bilərik. İndi misal üçün burada saatlıq deyir ki 28 qəpikdir. Yəni 24 saatın sonunda bizə 5-6 manat pul qazandırmış olasınız artıq. Onsuz da mən hər gün buradan ödəmə aldıqca Telegram qrupumuzda paylaşaram, siz də bunu görərsiniz. Yəni, Telegram qrupumuzda hər bir şeyi paylaşacağam. Buradan qəbul et deyib pullarınızı götürə bilirsiniz. İndi məndə hələ ki təzə pulumu aldım deyə aktiv deyil. Deməli, qəbul et desəm də göstərimsə görürsünüz deyir mənfəət yoxdur. Amma mən bunu Telegram qrupumuzda paylaşaram. Növbəti pulumu qəbul ediksə. İndi gələk buradan çıxarış eləyək. Yəni çıxarışı göstərim sizə. Pul çıxarışı deyirəm. Alanın adı Kamran. Bank adı Leo Bank yazaq. Bank kartı isə bank kartımı yazdım və deyirəm yadda saxla. Yadda saxladım. Yenidən pul çıxarışına davam eləyirəm. İndi çıxar bölməsinə klik eləyirəm. Eləyəcəm daha doğrusu. Deməli minimum pul çıxarışı 20 manatdır. Və 15% komissiya var. Saat 10-dan 18:00-a qədər də çıxarış eləmək mümkündür. 24 saat ərzində pullar gəlir hesabımıza, amma əsasən tez göndərirlər. Yəni maksimum deyir 24 saat. Çıxarış məbləğini bura yazaq. İndi çıxar deyirəm. Balansıma gələrsə də ortalama 100 manat. Bir dənə 110 yazaq, belə yoxlayaq. Ola bilsin ki, sonda rəqəm olmalı deyil. Təsdiq oldu, tamam. Deməli, məsələn nəymiş? Yəni məsələn 118 yox, 110 vurmaq lazımdır. Başqa misal verim. 35 manatınız var, 35 yox, 30 vurun çıxardın. Yəni belə eləməlisiniz çıxarış üçün. İndi pulumuz gələnə kimi mən sizə gəlin başqa bölmələri izah edeyim. Məsələn referansları. Burada paylaş bölməsi var. Burada sizin referans linkiniz olur və referans QR kodunuz. Referans linkinizi paylaşırsınız kimdənsə. Yəni bir adam sizin linkinizdən qeydiyyatdan keçsə, sizin referansınız olur. Və referansınız sayta yatırım eləyəndə, sayt sizə 28%, 25% daha doğrusu bonus verir. Yəni artıq bu hər 3 səviyyə yatırım eləyəndə 28% verir o heç. Amma normal referansınız məsələn gəldi bura 100 manat pul vurdu, sayt sizə 25 manat bonus verəsidir. Yəni bonusları yaxşıdır. Belə gənclər, məncə bütün bölmələrə baxdıq. Burada gəlir var, tapşırıq var, bunların hər birini göstərdim sizə. Əlavə də suallarınız olsa soruşa bilərsiniz. İndi pul gələndə mən yenidən videonu başladıb sizə göstərirəm kartımıza pulun gəldiyini. Deməli gənclər, bizim pulumuz gəldi. Görürsünüz, Leo Bankda 94 manat ödəmə aldıq. Saytın qazancları normaldır, referans qazancları da yaxşı işləyir. Əsas ödəmə sübutunda gördük. Məncə bir problem yoxdur. Linkini paylaşacağım videonun altında. Oradan daxil olub istifadə edə bilərsiniz. Yəni deyirəm, hər şey, bütün qərarlar sizin öz iradənizə bağlıdır. İzlədiyiniz üçün təşəkkürlər. Çox sağ olun.